Polşanı həm də ona görə seçdim ki, burada çox böyük bir Azərbaycanlı icma var. Mənim Bakıdan tanıdığım bir çox insan həm Varşavadadır, nə paba girirsən, səni tanıyırlar. Burada da Bakıdakı kimi səni tanıyırlar ki, sən burada nə edirsən məsələn. Burada Azərbaycan restoranları var, Avropanın digər şəhərlərindən fərqli olaraq. Azər çayından tutmuş dolmasınacan hər şeyi tapa bilirsən rahat. Varşavaya artıq mən alışmışam, öz şəhərimdir deyə bilirəm. Yəni qonaqlar, zadlar gələndə gəzdirdiyim yerlər var. Mən çox insan tanıyıram ki, Azərbaycanda çox yaxşı işlərdə işləyirdi Azərbaycan üçün. Amma o insanlar belə nəticə etibarı ilə biraz daha aşağı sinfə transfer olmaq hesabına olsa belə xarici ölkələrə köçməyi üstün tuturlar. Avropa İttifaqı və ABŞ Azərbaycanlılar üçün getdikcə daha cəlbedici istiqamətə çevrilməyə başlayır. Deməli 2022-də Avropa İttifaqı ölkələri Azərbaycan vətəndaşlarını ilk dəfə 11310 yaşamaq icazəsi verib. Bu göstərici 2019 ilə müqayisədə 32% çoxdur. Biz hətta müharibədən sonra xüsusi və növbəti bir köç dalğasından danışa bilərik.